Aha, deməli uşaqlar, bugün biz sizinlə Azərbaycan Respublikasının iqtisadi coğrafi mövqeyinə və inzibati ərazi quruluşuna qısa şəkildə baxacağıq. Növbəti dərslərdə isə biz hər bir deməli iqtisadi rayonun ayrı-ayrılıqda daha ətraflı şəkildə öyrənəcəyik. Aha, deməli Azərbaycanın ümumilikdə iqtisadi coğrafi mövqeyi biz bilirik ki, Azərbaycan Respublikası deməli Avropa və Asiya qitələrinin sərhəd mövqeyində yerləşir və Azərbaycanın ümumi sahəsi biz bilirik ki, 86,6 min kvadrat kilometrdir. Paytaxtımız isə Bakı şəhəri sayılır və Azərbaycan Respublikası ümumilikdə 5 ölkə ilə quru sərhədinə malikdir. Bunlar deməli biz qeyd etsək, şimaldan Rusiya Federasiyası ilə biz görürük. Daha sonra şimal-qərbdən biz deməli Gürcüstan Respublikası ilə, qərbdən Ermənistan Respublikası ilə, cənubdan İran İslam Respublikası və kiçik bir ərazidə isə biz deməli Türkiyə ilə sərhəd mövqeyə quru üzərindən malikik. Deməli biz Xəzər dənizi ilə şərq hissədən bildiyimiz kimi ölkəmizin şərq hissəsindən Xəzər dənizi ilə sərhəd mövqeyidik və Xəzər dənizi vasitəsilə də Rusiya və İrandan əlavə olaraq biz həm Qazaxıstan, həm də Türkmənistanla deməli sərhəd mövqeyə malikik, hansı ki, bizim aramızda cəmi Xəzər dənizi, yəni mövcuddur. Xəzər dənizindən keçməklə biz həm deməli Qazaxıstana, həm də Türkmənistana gedib çata bilərik. Quru sərhəddə isə biz qeyd elədik ki, 5 ölkə ilə deməli sərhəd mövqeyimiz var. Ümumilikdə biz deməli Azərbaycan Respublikasının sərhədlərinin uzunluğunu yəni qeyd eləsək 3474 kilometr biz ümumilikdə sərhəd mövqeyə malikik və Xəzər dənizi ilə isə biz 825 kilometrlik sərhəddə malikik qeyd eləyəcəyik. Və burada bizim Azərbaycan Respublikasının bir muxtar respublikada Azərbaycan Respublikasına daxildir. Bu da Naxçıvan Muxtar Respublikasıdır. Quru sərhədinə malik olmasaq da biz deməli hava üzərindən, yəni Naxçıvan Respublikası ilə müəyyən əlaqələrimiz mövcuddur. Yəni gediş-gəliş bu cür təmin olunur. Və digər ölkələrlə bizim gediş-gəlişimiz isə müxtəlif deməli sərhəd keçid məntəqələri ilə yəni mümkündür. Biz bura deməli Rusiya ilə ümumilikdə 2 sərhəd keçid məntəqəsini qeyd eləyəcəyik. Xaçmaz rayonu üzərindən Yalama keçid məntəqəsi. Baxın, burada Xaçmaz rayonu, yəni Xaçmaz rayonunda yerləşən Yalama sərhəd keçid məntəqəsi və Qusar rayonunda yerləşən deməli Samur keçid məntəqəsini biz qeyd eləyəcəyik ki, bunlar deməli Rusiya ilə bizim sərhəd keçid məntəqələrimiz sayılır. Biz bunları deməli qeyd eləyək. Xaçmaz deməli Yalama sərhəd keçid məntəqəsi. Qusarda isə biz deməli Samur keçid məntəqəsini qeyd eləyəcəyik. Deməli biz Gürcüstanla ümumilikdə 3 rayondan belə deyək, mümkündür Gürcüstan, yəni 3 rayonda sərhəd keçid məntəqəmiz var. Bunlardan biri deməli Ağstafa rayonunda, baxın Ağstafa rayonunda, digəri biz Balakən rayonunda qeyd eləyəcəyik və biri də Qazax rayonunda yerləşən deməli Qırmızı Körpü adlı sərhəd keçid məntəqəsini biz qeyd eləyəcəyik.
Qazax, qırmızı körpü qeyd edirik sərhəd keçid məntəqəsi Gürcüstan ilə. Aha, biz deməli növbəti İranla sərhəd keçid məntəqələrimizi qeydləyək. 4 rayonda var. Əsas biz qeydləyəcəyik Astarada qeydləyəcəyik. Daha sonra biz deməli Biləsuvar rayonunda qeydləyəcəyik sərhəd keçid məntəqəsi mövcuddur və Naxçıvanda da Culfa və Babəkdə deməli Culfa və Babəkdə biz sərhəd keçid məntəqəsini qeydləyəcəyik. Deməli İranla. Türkiyə ilə isə biz yeganə rayonumuz olan, yəni Türkiyə ilə sərhəddə olan Sədərəy rayonunu qeydləyəcəyik ki, deməli həmin bu sərhəd keçid məntəqəsi fəaliyyət göstərir Türkiyə ilə bizim deməli aramızda. Aha. Deməli biz daha sonra tərkibində 2 şəhər olan inzibati rayonlarımıza baxaq. Ondan əvvəl isə biz deməli iqtisadi coğrafi rayonlara ümumi ad olaraq biz nəzər yetirək. Deməli biz bildiyimiz kimi Azərbaycanda yeni bölgəyə əsasən deməli 14 iqtisadi coğrafi rayon mövcuddur. Həmin bu iqtisadi coğrafi rayonlara biz deməli nəzər yetirək. İlk olaraq elə Bakıdan başlayaq. Bakı deməli iqtisadi coğrafi rayonuna şəhər olaraq təkcə Bakı şəhəri biz deməli daxildir deyəcəyik və bundan əlavə Bakı iqtisadi, daha doğrusu Bakı şəhərində, yəni iqtisadi rayonunda müxtəlif rayonlar da var. Onlara da birazdan biz baxacağıq. İkinci olaraq biz deməli Abşeron Xızı iqtisadi rayonunu qeyd edirik. Burada deməli Respublika tabeli şəhər, yeganə şəhər biz Sumqayıtı qeyd edəcəyik. Bundan əlavə biz Abşeron və Xızı inzibati rayonlarını biz deməli bax gördüyünüz kimi Abşeron və Xızı inzibati rayonlarını Abşeron Xızı deməli iqtisadi coğrafi rayonunun tərkibində biz qeyd eləyəcəyik. Respublika tabeli şəhər də oldu nə? Sumqayıt. Daha sonra biz deməli Quba Xaçmaz iqtisadi rayonunu qeyd edirik. Tərkibinə biz gördüyümüz kimi Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən deməli inzibati rayonları daxildir deyəcəyik. Və biz burada bayaq qeyd eləmədik. Bakı üçün biz deməli 2,14 min kvadrat kilometr sahə qeyd edəcəyik. Daha sonra 3,73 Abşeron Xızı üçün qeyd edirik və 6,96 isə biz deməli Quba Xaçmaz iqtisadi rayonunun sahəsini qeyd eləyəcəyik və tərkibinə də qeyd etdik ki, 5 dənə rayon, inzibati rayon daxildir. Və burada Respublika tabeli şəhər yoxdur. Yəni Quba Xaçmaz iqtisadi rayonunda Respublika tabeli şəhər yoxdur. Daha sonra biz deməli Dağlıq Şirvanı qeyd edirik. Baxın, Dağlıq Şirvanı daxildir bura İsmayıllı inzibati rayonu, Şamaxı, Ağsu və Qobustan inzibati rayonu bura daxildir deyəcəyik. Cəmi 4 inzibati rayon daxildir. Sahəsi isə 6,13 min kvadrat kilometr qeyd edirik və Respublika tabeli şəhər burada qeyd etmirik. Daha sonra biz deməli Şəki-Zaqatala deməli iqtisadi rayonuna nəzər yetirək. Şəki-Zaqatala iqtisadi rayonunda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ inzibati rayonları mövcuddur. 6 inzibati rayon mövcuddur. Respublika tabeli şəhər isə biz təkcə Şəkini qeyd eləyəcəyik. Şəki-Zaqatala iqtisadi rayonunda. Aha. Biz bunu da deməli qeydlədik. Sahəsi isə 8,84 min kvadrat kilometrdir qeyd edirik. Daha sonra biz deməli Gəncə-Qazax iqtisadi rayonuna nəzər yetiririk. Gəncə-Qazax iqtisadi rayonunda deməli Daşkəsən, burada baxın gördüyünüz kimi Daşkəsən, Göygöl, Goranboy və Samux
deməli, inzibati rayonları mövcuddur. Biz qeyd eləyəcəyik və burada Gəncə və Naftalan şəhərlərini də biz qeyd eləyəcəyik ki, deməli, ayrıca bir şəhər olaraq mövcuddur və burada respublika tabeli həm Gəncəni, həm də Naftalan şəhərini biz qeyd eləyəcəyik. Yəni, bu iqtisadi rayonda 2 ədəd respublika tabeli şəhər mövcuddur. Aha, biz Gəncə Daşkəsəni qeyd elədikdən sonra Qazax Tovuz deməli, iqtisadi rayonuna nəzər yetiririk. Burada da deməli, biz Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarını qeyd eləyəcək ki, bura daxildir Qazax Tovuz iqtisadi rayonuna və burada da respublika tabeli şəhər mövcud deyil. Sahəsi isə 7000 kvadrat kilometr biz qeyd eləyəcəyik. Gəncə Daşkəsəndə isə biz 5,27 min kvadrat kilometr qeyd edəcəyik sahəsini. Aha, daha sonra isə biz deməli Şərqi Zəngəzur iqtisadi rayonuna baxacağıq. Bu da yeni yaradılan iqtisadi rayonlardandır. Burada deməli biz Kəlbəcər, Laçın, baxın burada yaşlı rəngdə görürsünüz, Qubadlı, Cəbrayıl və Zəngilan inzibati rayonlarını qeyd eləyəcəyik. Respublika tabeli şəhər isə burada yoxdur. Sahəsi isə 7,47 min kvadrat kilometr biz qeyd edirik. Daha sonra isə biz yeni yaradılan digər iqtisadi rayon olan Qarabağ iqtisadi rayonuna baxırıq. Burada qırmızı rəngdə bizim üçün verib. Deməli, Tərtər, burada sarı rənglə işarə eləyək. Tərtər, Bərdə, Ağdam, daha sonra Ağcabədi, Xocavənd, Şuşa. Biz deməli, burada iqtisadi rayonlarını görürük və həmçinin də burada biz deməli, Xocalı iqtisadi rayonunu biz qeyd, daha doğrusu inzibati rayonunu biz qeyd eləyəcəyik. Xankəndi və Şuşa isə, baxın, Şuşa və Xankəndini biz qeyd eləyəcəyik ki, respublika tabeli şəhərdir Qarabağ iqtisadi rayonunda. Sahəsi isə Qarabağ iqtisadi rayonunun 9000, yəni əslində 8,99-dur. Biz 9000 də deyə bilərik. 9000 kvadrat kilometr biz bunu qeyd edəcəyik. Daha sonra isə biz deməli, burada var Mərkəzi Aran iqtisadi rayonu. Biz Mərkəzi Aran iqtisadi rayonunda deməli, gördüyünüz kimi Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir inzibati rayonlarını biz qeyd eləyəcəyik və burada Mingəçevir və Yevlax şəhərləri, baxın, Mingəçevir və Yevlax şəhərləri respublika tabeli şəhər olaraq biz burada qeyd eləyəcəyik. Aha, sahəsi isə deməli 21,5 min kvadrat kilometrdir. Daha sonra biz deməli Şirvan-Salyan iqtisadi rayonunu qeyd eləyirik. Şirvan-Salyan iqtisadi rayonuna daxildir. Gördüyünüz kimi, deməli, Hacıqabul, Salyan, Biləsuvar və Neftçala inzibati rayonları bura daxildir. Şirvan şəhəri isə biz, burada qeyd olmasa da, Şirvan şəhərini biz deməli, respublika tabeli şəhər kimi qeyd eləyirik. Sahəsi isə 6,8 min kvadrat kilometr biz qeyd eləyəcəyik Şirvan-Salyan iqtisadi rayonunu. Daha sonra isə biz burada deməli Milmuğan iqtisadi rayonu mövcuddur. Bura aid daxildir Beyləqan, İmişli, Saatlı və Sabirabad inzibati rayonları. Və bu 4 inzibati rayon deməli Milmuğan iqtisadi rayonuna daxildir. Burada deməli respublika tabeli şəhər yoxdur. Sahəsi isə 5,67 min kvadrat kilometr biz qeyd eləyəcəyik. Daha sonra biz Lənkəran-Astara iqtisadi rayonunu qeyd eləyirik. Bura daxildir Cəllabad, Yardımlı, Masallı, Lerik, Lənkəran və Astara inzibati rayonları. Lənkəran şəhəri deməli həm də respublika tabeli şəhər olaraq biz qeyd eləyəcəyik Lənkəran şəhərini. Və burada sonuncu Naxçıvan iqtisadi rayonudur. Naxçıvan iqtisadi rayonunda biz deməli
Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa və Ordubad inzibati rayonlarını biz qeyd eləyəcəyik. Deməli, burada Naxçıvan, Culfa və Ordubad, baxın, Naxçıvan şəhəri, Culfa şəhəri və Ordubad şəhəri deməli, Respublika tabeliyi şəhər kimi biz bunları qeyd eləyəcəyik. Sahəsi isə 5,50 deməli 1000 kvadrat kilometr qeyd edirik. Və bu 14 deməli iqtisadi rayondur və ora daxil olan inzibati rayonları və həmçinin Respublika tabeliyi biz şəhərləri qeyd elədik və hər bir iqtisadi rayon haqqında növbəti dərslərdə ətraflı məlumat deməli verəcəyik. Onların əhalisi və sairə təsərrüfatı haqqında. Aha. Biz daha sonra burada tərkibində 2 şəhər olan inzibati rayonları qeyd eləyək. Baxın, burada tərkibində 2 şəhər olan inzibati rayonlar. Deməli, biz iqtisadi rayon anlayışını qeyd elədik. İnzibati rayon anlayışı da həmin o iqtisadi rayonlara daxil olan rayonlardır. Misal üçün, Xaçmaz, Quba, Qusa, Siyəzən, İmişli, Yardımlı və s. kimi. Bunlar inzibati rayon gedir. İqtisadi rayon isə Bakı, Quba, Xaçmaz, deməli, Lənkəran, Astara və s. adlarla biz bunları adlandırırıq. Deməli, tərkibində 2 şəhər olan inzibati rayonlar. Deməli, hər hansısa bir rayondur. Baxın, hər hansısa bir rayondur. Bunun tərkibində biz bilirik ki, şəhərlər olur. Və bəzi rayonlar var ki, bunların tərkibində 1 yox, 2 şəhər mövcuddur. Həmin o 2 şəhərdən biri mərkəz olur, digəri isə ikinci şəhər olaraq biz qeyd edirik. Misal üçün, Xaçmazda biz qeyd edəcəyik, Xaçmaz inzibati rayonunda Xaçmaz şəhəri və Xudas şəhərini biz qeyd eləyəcəyik. Daha sonra deməli, Tovuz inzibati rayonunda Tovuz şəhəri və Ovlar şəhərini biz qeyd edirik. Goranboyda Goranboy və Dəliməmmədli şəhərini, daha sonra Tərtər deməli inzibati rayonunda Tərtər və Ağdərə biz deməli şəhərlərini qeyd edəcəyik. Burada bir qeyd də var ki, baxın, bu Ağdərə şəhəri deməli biz bilirik ki, Kəlbəcərdən və digər ətraf rayonlardan müəyyən bir ərazi verilərək Ağdərə deməli inzibati rayonu yenidən formalaşıb. Həmin bu Ağdərə inzibati rayonu formalaşdıqdan sonra artıq Tərtərdə biz təkcə Tərtər şəhərini qeyd eləyəcəyik. Yəni artıq Tərtər rayonunun daxilində təkcə Tərtər şəhəridir. Ağdərə şəhəri isə elə Ağdərə rayonunun içərisindədir. Yəni belə deyək, bu hissə artıq belə deyək, götürülmür. Füzulidə biz Füzuli və Horadizi qeyd eləyəcəyik. Cəlilabadda Cəlilabadı və Göytəpə şəhərlərini, Lənkəranda isə Lənkəran və Liman şəhərlərini biz qeyd eləyəcəyik. Baxın, Lənkəran şəhəri burada, Liman şəhəri isə baxın burada deməli yerləşir. Aha, biz bunu deməli qeyd elədik. Ki, deməli şəhər olan inzibati rayonlar qeyd elədik. İndi biz burada bəzi məsələlərə də nəzər yetirək. Bəzi deməli rayonlarımız var ki, bizim, yəni inzibati rayonlarımız var ki, həmin inzibati rayonların mərkəzi fərqli olur. Misal üçün, belə deyək də, baxın, burada misal üçün biz yaxınlaşdırırıq. Baxın, gördüyünüz kimi, misal üçün, Quba rayonunun mərkəzi Quba şəhəridir və yaxud İsmayıllı rayonunun mərkəzi İsmayıllı şəhəridir. Və bəzi bizim rayonlarımız var ki, onların mərkəzi fərqlidir. İndi onlar hansılardır, biz onlara nəzər yetirək. Baxın, burada biz deməli ilk öncə Abşeron rayonunu mərkəzi olaraq Xırdalan şəhərini biz qeyd eləyəcəyik. Baxın, Abşeron rayonunun mərkəzi olaraq Xırdalan şəhərini biz qeyd eləyirik. Daha sonra deməli Sədərəy rayonunun mərkəzi olaraq biz Heydərabadı qeyd eləyəcəyik. Baxın, Naxçıvanda deməli Naxçıvanda gördüyünüz kimi Sədərəy rayonunun mərkəzi olaraq biz Heydərabadı qəsəbəsini qeyd eləyəcəyik. Yəni bu şəhər deyil, artıq qəsəbədir. Yəni mərkəzi şəhər yox, qəsəbə olan rayonlarımız da mövcuddur. Və Kəngərli rayonunun mərkəzini biz Qıvraq qəsəbəsi olaraq, baxın, Qıvraq qəsəbəsi
ümumilikdə Kəngərli rayonunun nəyidir? Mərkəzidir. Baxın, bu 62 ilə işarələnən Kəngərli rayonudur. Mərkəzi Qıvraq qəsəbəsidir. Bu 60 ilə işarələnən, deməli, Sədərəyi rayonudur və mərkəzi Heydərabad qəsəbəsidir. Yəni, bu iki rayonun mərkəzi şəhər yox, qəsəbədir. Niyə görə qəsəbədir? Çünki o, biz bilirik ki, şəhər statusu almaq üçün hər hansısa bir ərazinin bəzi şərtlər var. O şərtləri ödəmədiyi üçün bura şəhər yox, qəsəbə statusu verilib. Həmin bu Heydərabad və Qıvrağa. Aha, deməli biz Abşeronda Xırdalan şəhərini, Sədərəydə Heydərabadı, Kəngərlidə isə Qıvraq qəsəbəsini biz qeyd elədik ki, inzibati, mərkəzi, fərqli olan rayonlar deməli sayılırlar. Və biz bir də burada, baxın, deməli, biz mərkəzi qəsəbə olan həm Heydərabadı, həm də Qıvrağı qeyd elədik. Bir də biz burada Babək rayonunun mərkəzi Babək qəsəbəsini biz qeyd eləyəcəyik ki, deməli, baxın, bu sarı ilə 63 nömrə olan, yəni sarı ərazi Babək rayonudur. Həmin bu Babək rayonunun mərkəzi də biz Babək qəsəbəsini qeyd eləyəcəyik. Yəni, Naxçıvanda 3 ədəd qəsəbə, 3 ədəd rayonunun, deməli, mərkəzidir. Aha, biz bunu da qeyd elədik. Aha, deməli, biz burada daha sonra bəzi xarici ölkələrlə sərhəddə yerləşən rayonlarımızı da qeyd eləyək. Görək, sərhəddə yerləşən rayonlarımız hansılardır? Aha, biz burada əvvəlcə iki ölkə ilə sərhəddə olan rayonlarımızı qeyd eləyək. Deməli, biz ilk olaraq Balakən rayonunu, Zaqatala və Qax rayonunun həm deməli Gürcüstan, həm də Rusiya ilə deməli sərhəddə yerləşdiyini qeyd eləyəcəyik. Balakən, Zaqatala, Qax həm Gürcüstan, həm də Rusiya ilə sərhəddədir. Ağstafa, Qazax və Tovuz həm Gürcüstan, həm də Ermənistanla sərhəddə olan deməli rayonlarımızdır. Ağstafa, Qazax, Tovuz. Aha, daha sonra İran və Ermənistanla sərhəddə olan rayon təkcə yox, yəni rayonlardan biri Zəngilan sayılır. Daha sonra Ordubad, Culfa, Babək, Kəngərli və Şərur rayonları həm Ermənistanla, həm də İranla sərhəddə yerləşən nədir? Rayonlardır. Və biz burada deməli Sədərək rayonunu görürük. Baxın, Sədərək rayonu buradadır. Sarı ilə işarə edirəm, ən sonuncu rayon. Həm Türkiyə, həm İran, həm də Ermənistanla yerləşən yeganə, yəni 3 ölkə ilə sərhəddə yerləşən yeganə rayon hansıdır? Sədərək rayonudur biz deyəcəyik. Aha, biz bunu da deməli qeyd elədik. Aha, daha sonra biz ümumilikdə sərhəddə yerləşən rayonlarımıza baxaq. Yəni, hansı qonşu ölkə ilə hansı rayonlar sərhəddə yerləşirsə, onlara nəzər yetirək. Deməli, biz ayrı-ayrılıqda baxaq. Rusiya ilə bizim sərhəddimiz, yəni sərhədimizin uzunluğu 391 kilometrdir və Rusiya ilə bizim hansı rayonlarımız sərhəddə yerləşirsə, baxaq. Biz deməli Xaçmaz rayonunu qeyd eləyirik, Qusar rayonunu, Qəbələ rayonunu, Oğuz, Şəki, Bax, Zaqatala və Balakən rayonlarını biz qeyd eləyirik ki, Rusiya ilə sərhəddə yerləşir. Daha sonra Gürcüstanla 471 kilometrdir sərhədin uzunluğu. Balakən, Zaqatala, Qax. Bunlar deməli həm də Gürcüstanla sərhəddir, yəni Rusiyadan əlavə olaraq. Daha sonra Samux, Tovuz, Ağstafa və Qazaxı biz qeyd eləyirik ki, Gürcüstanla sərhəddə yerləşir. Ən uzun sərhəddə biz malik, daha doğrusu ən uzun sərhəddə malik olan qonşu ölkə Ermənistandır, 1007 kilometr. Burada Qazax, Ağstafa və Tovuz Gürcüstanla yanaşı həm də Ermənistanla sərhəddədir. Üstəgəl Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan. Bunlar da deməli Ermənistanla sərhəddə yerləşən rayonlarımız sayılır. İranla 765 kilometrdir. Deməli, sərhəddin uzunluğu. Zəngilan həm İran, həm də Ermənistanla sərhəddir. Biz Ermənistanla sərhəddə Naxçıvanda olanları qeyd eləmədik, həm də İranla sərhəddə ikisini bir yerdə qeyd eləyək. Deməli, Ordubad, Culfa, Babək,
Kəngərli və Şərur, bir də Sədərək. Bunlar həm Ermənistan, həm də İranla sərhəddir. Şahbuz təkcə Ermənistanla sərhəddir. Baxın, bunu xüsusi olaraq qeyd eləyirəm. Baxın, Şahbuz təkcə Ermənistanla sərhəddir. Yəni İranla sərhədliyi yoxdur. Digər rayonların isə Naxçıvanda olan digər deməli inzibati rayonların həm Ermənistan, həm də İranla sərhəddi var. Sədərəyi isə biz qeyd elədik ki, Türkiyə ilə 15 kilometrlik nəyə malikdir? Sədərəy rayonu deməli sərhəddə malikdir. Həm də Ermənistan və İranla da sərhəddir. Deməli bu rayonlar sərhəd rayonlar. Bir də var Xəzər dənizi ilə, yəni Xəzər dənizinə birbaşa çıxışı olan bizim rayonlarımız, yəni Xəzər dənizi sahilində yerləşənlər. Biz deməli Xaçmazı qeyd eləyəcəyik, Şabranı qeyd eləyirik, Siyəzəni, Qızını. Deməli şəhər olaraq biz Sumqayıtı, bir də Bakı şəhərini qeyd eləyirik. Daha sonra Abşeron rayonu, Salyan, Neftçala, deməli Masallı, Lənkəran və Astara rayonlarını biz qeyd eləyirik. Burada İranla sərhəddə bəzi rayonları biz qeyd eləmədik. Baxın, burada Cəbrayıl rayonudur, Füzulidir, Beyləqandır, İmişlidir, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik və Astara rayonlarını biz həm də İranla sərhəddə qeyd edirik. Yəni ən çox, belə deyək, sərhəddə yerləşən, yəni hansı ölkə ilə ən çox sərhəddə malik olan rayonumuz var dedikdə biz İran deməli Respublikasını biz qeyd eləyəcəyik ki, ən çox rayonla sərhəddə malik olan ölkədir. Deməli biz bunu da qeyd elədik. Daha sonra deməli 1, 2 və 3 xarici ölkə ilə sərhəddə olan biz rayonlarımızı deməli qeyd elədik. Başqa burada əlavə məlumat kimi biz deməli bir də burada Bakı şəhərinin rayonlarına baxaq. Bayaq dedik ki, birazdan baxacağıq. Baxın, Bakı şəhərinin müəyyən rayonları var. Biz bilirik ki, baxın Nərimanov rayonu burada ərazi olaraq da göstərilib. Sabunçu rayonu, Xəzər rayonu, Pirallahı rayonu, bu ərazi adı olaraq körpü ilə birləşdirilib. Suraxanı rayonu, Nizami, Xətai, Nəsimi, Səbail, Qaradağ, Yasamal və Binəqədi deməli rayonlarını biz qeyd eləyəcəyik ki, deməli Bakı şəhərinin daxilində yerləşir. Deməli burada Qarabağ İqtisadi rayonu haqqında ayrıca bir məlumat var. Yeni iqtisadi rayonlardan biri olduğu üçün. Deməli burada biz tərkibinə daxil olan inzibati rayonları bir daha qeyd eləyək. Baxın, burada deməli biz dedik ki, Tərtərdir, Bərdədir, Ağdamdır, Ağcabədidir. Daha sonra Xocalı, Xocavənd və Füzuli rayonları daxildir Qarabağ İqtisadi rayonuna. Şəhər olaraq da biz Xankəndi və Şuşa şəhərlərini deməli Respublika tabeli şəhər olaraq qeyd elədik. Və burada sərhəd olaraq biz baxın görürük ki, təkcə İranla sərhəddə yerləşir. Füzuli rayonu vasitəsilə İranla sərhəddə yerləşən iqtisadi rayondur. Və biz burada məlumatda 2023-cü ilin dekabr ayında Ağdərə rayonunun baxın yenidən yaradıldığını biz qeyd eləyirik. Baxın, bu hissələrdə təxminən bu sarı ilə qeyd eləyim. Baxın, bu hissələrdə biz Ağdərə rayonunu biz əsasən Kəlbəcərdən, belə deyək, torpaq verilməsi ilə biz Ağdərə rayonunu deməli yenidən rayon statusuna deməli qovuşduğunu görürük. Və burada bizim üçün Xocavənd inzibati rayonunun Hadrut və Qırmızıbasar qəsəbələrin, yəni rayonun daxilində Hadrut və Qırmızıbasar qəsəbələri yerləşir. Füzuli rayonunda biz deməli Füzuli şəhəri ilə yanaşı Horadiz şəhərində görürük. Xocalı rayonunda isə Əsgəran qəsəbəsini biz qeyd edirik. Xankəndi şəhəri daxilində də, baxın şəhərdir bu, Xankəndi şəhəri daxilində Kərkicahan qəsəbəsini biz qeyd edirik. Daha sonra Şərqi Zəngəzur deməli iqtisadi rayonudur. Bura daxildir deməli Kəlbəcər rayonu. Yəni sahəsi baxın kiçilib. Dedik ki, Ağdərə rayonuna verilib. Axı buradan bu tərəf olub Ağdərə, yəni Kəlbəcərin bu hissələri. Daha sonra Laçın. Yəni onu da qeyd edeyim ki, Kəlbəcər inzibati rayonu əvvəllər birinci yerdə idi sahəsinə görə və Ağdərəyə veriləndən sonra müəyyən hissəsi
oldu hara? Quba, deməli, sahəsinə görə 1-ci inzibati rayon. Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan deyirik ki, Şərqi Zəngəzura daxildir. İran və Ermənistanla sərhəddədir və burada biz məlumatda baxırıq. Zəngilanda ağıllı kənd layihəsi deməli qeyd olunub. Cəbrayıl rayonunda Araz vadisi iqtisadi zonası biz qeyd eləyəcəyik. Yəni burada sənaye parkı deməli inşa olunub və Zəngilanda həmçinin deməli hava limanını biz qeyd eləyəcəyik. Təbii ehtiyatlardan baxın Zəngilanda, Vecnəlidə bunları növbəti dərslərdə bir daha qeyd eləyəcəyik. Deməli Vecnəli yatağı Zəngilanda, Zod, Qızılbulaq, Kəlbəcərdə, Civədən, yəni Civə ehtiyatı Lefçayda, Ağyataq, Şorbulaqda, bunlar üçü də yerləşir Kəlbəcərdə. Narcanlı və Bilgəzçay isə yerləşir Laçında. Xromit deməli Kəlbəcərdə Göydərə, Laçında İpək. Əqiq deməli qiymətli daşlardan Qubadlıda Eyvazlı və bir də Kəlbəcərdə əqiq mövcuddur. Mineral sulardan isə biz isti su və Minkəndi qeyd eləyəcəyik ki, Kəlbəcər və Laçın rayonlarında deməli yerləşir. Biz bunu da qeyd elədik.